İşığı söndür. Söndür. Bir də deyirəm ki, quyunu qazdır. Baxa, birinci axı şəkilçiyə baxırıq. İşığı söndür, sönməkdən söndürmək, quyunu qazdır, qazmaqdan qazdırmaq. Dırdır leksik şəkilçidə hər ikisində. İcbarındır da, bir də burada cavabda biz tez nəyə, bizə vaxt etkisi olmamaq üçün, zaman qazanmaq üçün bizə birinci nə lazımdır şəkilçi? Dırdır şəkilçi heç bir növdə yox idi. Ya icbardadır, icbar olmasa biz onu məluma atmalıyıq. Yəni məhsulu, şəxsiz, qarşılıq bilgəlik, qayıdış, bunları variantlardan çıxartmalıyıq. Çünki bir dənə məlum idi ki, həm sadə, həm düzəltmə, həm mürəkkəb ola bilərdi. Yəni bu sözlərdən ya məlumdur, ya da ki icbardır, başqa növ deyil. İndi baxaq. İcbardırsa, işi başqası eləyirdi. İşığı söndür. Axı, sən eləyirsən, sən işığı söndür. Sən başqasını elətdirmədin. Sən işığı söndür. İşığı söndür sən, hərəkəti sən elədin. Hərəkəti sən elədiyinə görə bu məlum nöqtədir. İndi, quyunu qazdır. Sən qazdır. Amma sən yox. Sən quyunu qazdır. Həyətdəki quyunu qazdır. Sən başqasına elətdir. Bu icbar növdədir. Yəni, eyni şəkilçi var. Amma eyni şəkilçi olsa da, bir də dırdirdədir ya belə. Yəni, bunları görsək, bunlar ancaq ya qayıdış, ya məhsul bunlardadır. Biz dırdır şəkilçisini gördükmü? Yəni, qayıdışda, məhsulda, nə bilim, qarşılıq bilgəlikdə bunlarda yoxdur. Dırdır indi öyrəndik, icbardadır. Olmasa da məlumdadır. İşığı söndür, hərəkəti sən eləyirsən, məlum. Quyunu qazdır, hərəkəti sən yox, sən başqasına elətdir. Olsa icbardır, yəni başqasına elətdir. Belə, hansı növ görmədirsə, hansı növdür, bunu salın məlum növə. Belə, bu qədər asandır.